Azərbaycan Respublikasının dövlət himniyle başlayaq. Daha sonra bu müstəqilliyi borçlu olduğumuz şəhidlərimizi bir dəqiqəlik sükutla yad edəcəyik. Allah şehitlerimize rahmet eylesin. Sevda İbrahim kızı İbrahimli 1965. yıl oktyabrın 13'ünde Naxçıvan Muxtar Respublikasının Zulfa rayon Bələniyar kəndində anadan olub. Genç yaşlarından ədəbiyyatı sevib, şeir aləmində öz qələmi və dəstiqəti ilə seçilib. Yaradıcılığa başladığı ilk günlərdən bugünə kimi bir çox mükafatlara layiq görülüb. Qızıl Qələm, Nəsimi, Abdullah Şaiq mükafatları ilə Azərbaycan bayrağı və Heydər Əliyev fəxri diplomu, Zirvə, Ziyadar, İlim Vətənpərvər şairi və s. diplomlarla təltif olunub. Ailəlidir, 3 övladı, 6 nəvəsi var. Orada mən varam, Vətənə sevdalılar, Ölməz qəhrəmanlar, Nəğmə Çələngi adlı kitabların müəllifidir. Şəhid ailələrinə dəstək və qayğısına görə Dəmir Yumruq mükafatı və diplomlarla təltif edilib. Zəfər Yolu Nəzarətçiləri İctimai Birliyinin sədr müavinidir. Şeirləri bir sıra poeziya antologiyalarında dərc olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Əfsanəyə döndülər. Müəllifin sayca 5-ci kitabdır və bugün həmin kitabı sizə təqdim edirik. Bildiğiniz gibi biz Salyan rayonunda hal-hazırda qonağıq. Salyan mərkəzləşdirilmiş sistem kitabxanası, səhv eləmirəmsə belə deyirlər. Bu kitabxanada qonağıq. Kitabxananın direktoru Səidə xanıma söz vermək istəyirəm. Salam, dəyərli qonaqlar, dəyərli
də əziz olan şəhid analarda, şəhid atalarda qarşınızda baş əyirəm. Nə yaxşı ki, sizləri tanımışım. Nə yaxşı ki, 5 ildə sizlərlə ağlayıb, sizlərlə görmüşüm. Mən sizlərlə fəxr edirəm. Sizin o gözəl ürəyinizə qarşısında baş əyirəm. Qonaqpərvərliyinizin qarşısında baş əyirəm. Vətənpərvərliyinizin qarşısında baş əyirəm. Əxlaqınızın qarşısında baş əyirəm. O cürdə evlat böyüklüyünüz olan qarşısında baş əyirəm. Danışmaq çox çətindir. 5 ildə sizlərin nələr çəkdiyinizi biz bilirik. Sizin nə necəsə deyim, onların hamısını biz gözümüzün qarşısında. Yenə də deyirəm, başınız sağ olsun, Azərbaycanı Allah qorusun, Azərbaycan xalqını Allah qorusun. Sevdən xanım, sizə də təşəkkür edirəm gəldiyinizə görə. Sizə də çox təşəkkür edirəm ki, bizim şəhidlərimizin misraların ürək ağrısı ilə qələmə yazdığımıza görə sizə təşəkkür edirəm. Bir daha kitab təqdimatına görə də yenə də deyirəm, sizə təşəkkür edirəm. Sağ olun. Sərhan Dayı Mərkəzi Kitabxananın hazırladığı videorolikə, şəhidlər üçün hazırladığı videorolikə baxmağı dəvət edirəm. Çox sağ olun.
Ağlama şəhid anası. Mahnısı indi ifa olunacaq. İndi dəvət eləyirəm müğənni, təşkilatçı, mədəni təşkilatçı Zəminə Duyğu sizin qarşınızdadır. Buyurun Zəminə. Çok sağ olun. Her vaxtınız xeyir olsun. Bizim değerli şehit analarımız, şehit atalarımız, şehit ailelerimiz. İnanın ki sizler hansı hissləri keçirdirsinizsə, yəni söz xatirinə demirəm. İnanın ki sizinlə bərabər 5 ildir biz də ağlayırıq, sizinlə bərabər gülürük. Mən hər birinizə minnətdaram, hər birinizin qarşınızda baş əyirəm. Oğul evlad dünyaya gələndə deyirlər, oğul evlad düşmən çəpəridir. Həqiqətən bizim o analarımız, atalarımız, nənə babalarımız o qədər gözəl deyiblər ki, sizin o əziyyət çəkib, halal südünüzlə bəslədiyiniz o düşmən çəpəri olan oğullarımız, igid balalarımız həqiqətən də bizi ilə düşmənin arasında çəpər oldular. Sizi bizi onlar qorudu. Mən bütün şəhidlərimizin qarşısında baş əyirəm. Onların məkanları cənnət olsun. Elə zaten də məkanları cənnətdir. Məqamları ən uca zirvədədir. Biz illərlə yaşasaq da, neçə il ömrümüz olsa da bir xeyirxah iş görməyə çalışırıq ki, bizim haradasa bir Allah qatında məqamımız olsun. Amma artıq onların məqamları elə bir məqamdır ki, inşallah ki, Allah sizlərə can sağlığı versin. Siz yaşayın, onları da xatirəsini yaşadın. Allah bizi cənnətdə görüşdürsün inşallah o babalarımızla. Mən sizin hər birinizə, vallahi Allah qismət eləyəydi, kaş ki, mən sizin oğlanlarınızın toyuna gələydim, düyününə gələydim, subaylarımızın, evladı olanların balasının. İndi qismət, yəni belədir, yenə deyirəm, o vətən sağ olsun deyib oğlumuzu o bayrağa bükülmüş cənazəsini qucaqlayırdınız. Yəni o, nə bilim, onu sözlə ifadə eləmək mümkün deyil. Allah hər birinizə can sağlığı versin. Allah yenə deyirəm, bizi cənnətdə qovuşdursun o igid balalarımızla. Və mən istəyirəm o gözəl mahnımızı sizə təqdim edeyim. Mən ona mahnı demirəm heç vaxt. Biraz səs verə bilərik. Mən deyirəm ki, o bir Sevda xanımın, bir də Sevinç Mansurovanın bir şəhidlərimizə çaldığı bir layladır. Vallahi, təşəkkür ederim. Anamı yandıran oğul derdidir, süzülen gözünden onun gemidir. Şehitlerin derdi, elin derdidir, sağlamaz yaradır. Şehit yarası, naçar evlatlarım kâma çatmadı. Sen Allah, Allah'a şehit anasın. Ama görünce adam çaldı. Sen Allah, Allah'a şehit anasın. Şehit mezarına dökülen kan yaş, sineni yandıran evlat dağıdır. Babamın etini vermez soyundaş, ayana teselli oğul adıdır. Sen Allah, Allah'a feryatlar kopar, yüreğle dağlama
var olasınız Sevda Hanım. Allah yüreğinize göre versin. Ben yine de her birinizin karşısına baş eğiyorum. Allah sizleri var etsin. Bizim her birimizin vatandaşlık borcudur ki sizin bacardığınız kadar yanınızda olan. Ben de bu mahnını her zaman qeyd edəndə deyirəm ki, Allah benden, Sevda Hanım'la ve Sevinç Hanım'la bir necə deyərlər, bir ehsan olarak qəbul eləsin bunu bizdən. Bir layla çaldıq şəhidlərimizə bu mahnını. İndi teşekkür ederim. Daha sözümü teşekkür ederim. Allah her birinizin karşınızda başlayalım. Allah sizleri korusun. Teşekkür ederim. Analar, bugün gururlu bir gündür. Asan değil evladı böyütürsən, asan değil onlar için bir hayat kurursan, hayaller kurursan, onları birden-birə itirmək asan değil. Ama o zirveye yükselmek de her oğlun, her igidin işi değil. O kadar isteyip çatmayanlar var ki. Bir daha deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin. Allah cəmi valideynlərimizin, qazilərimizin və hərbi iştirakçılarımızın, veteranlarımızın canı sağ eləsin. İndi isə sözü Yazılar Birliği'nin üzvü, Jurnalistler Birliği'nin üzvü, 5 kitap müəllifi Tüstək Hanım Hüseynovaya veririk. Buyurun Tüstək Hanım. Mən bu günləri fəxr edirəm ki, Səlyanlıyam və Səlyanımın igid oğlanları, igid qəhrəmanları öz qanları bahasına bizləri yaşadırlar. Allah sizlərə can sağlığı versin, analar, baş əyirəm qarşınızda. Siz özünüz də qəhrəman anasınız. Oğlunuz qəhrəmandırsa, analar da qəhrəmandır. Allah sizlərə can sağlığı versin. Yaşayın, elə evlatlarınızı yaşadın. Sevda xanımı uzun müddətdir tanıyıram. Sevda xanım vətənpərvər bir xanımdır. Onun şeirləri ürəkdən gələn şeirlərdir. Mən inanıram ki, bir şair kimi o bu şeirləri yazdıkça ne kadar heyecan keçirdim, ne kadar ürək ağrısı keçirdim, ne kadar ağlayıb, amma yazıb ki, ondan şəhidə bir ərmağan olsun, ürəyi sakit olsun anaların ki, onların evlatların şairlər belə qiymətləndirir. Mən də öz növbəmdə şairə olaraq Əsgərin anıya yazdığı bir məktubu oxumaq istəyirəm. Bugün oğul deyib haray qoparam, gözü yolun üstə qalanım ana. Hər gəlib gedəndən, gələn əskərdən, məni oğul deyib soranım ana. Ölsəm də ağlama sən məni ana. Qara şal bağlayıb anam başına, dən düşüb vədəsiz kibrit qaşına, acı zəhər qatıb fələk aşına, gözü yolum üstə qalanım ana. Ölsəm də ağlama sən məni ana. Dərdi dağ dərdidir, dünya qədərdir. Demə bu ayrılıq, istək hədərdir. Hər insan həyata gəldi gedərdir. Bugün həsrətində olanım ana. Ölsəm də ağlama sən məni ana. Püstərəvanam, bağla dərdinə, qat cavan ömrünü ağla dərdinə. Demə dərdim çatmaz olan dərdinə. Gör neçə min dərdli ana var ana. Ölsəm də ağlama sən məni ana. Allah yerlərin beşlik eləsin. Allah necə deyərlər, olar ki, mən Şuşaya getdim, şəhid analarını aparmışdım. Şəhid anaları torpağı öpürdü ki, görəsən, harı mənim evladımın qanı düşür. Mən onu görəndə o qədər həyəcan keçirdim. Allah sizə səbir versin. Allah təala bundan belə dünyamızı sakit eləsin. Allah prezidentimizə can sağlığı versin ki, onun yumruğu sayəsində torpaqlarımız alındı və alnımız açıq oldu. Mən şəxsən Türkiyədə festivalda olanda bir Türk qızı erməni şeiri dedi. Mənə dedilər ki, o Türk şeiri demədi, erməni, onda Qarabağ alınmamışdı. Mən o qızla dedim, gəl bütün Azərbaycan qarşısında
Sen üzr iste ki, sen bizim qaçmağımızı qopartdın. Biz onsuz da bu dərdi çəkirik. Allah prezidentimizə can sağlığı versin. Şəhidlərimizi qəni-qəni rəhmət eləsin ki, bizim alnımızdan o damğanı götürdü. Baş əyirəm hamımızın qarşısında. Sevda xanım, bundan belə sənin qələmin ancaq sevincli, vətənimizin gözəllikləri haqqında yazasan. Heç vaxt belə ürək ağrısıyla şeir yazmayasan. Yaradıcı uğurları arzulayıram. Çox sağ ol. Bir də ki, mən Səlyanlı olaraq Səlyanın dastanını yazmışam. Səlyanın görkəmli insanları haqqında mən istəyərdim ki, bizim Mərkəzi Kitabxananın müdürə Sevda xanıma bu kitabı Səidə xanıma ərmağan edin və bilsinlər ki, Səlyanımızın necə görkəmli adamları var. Buyurun. Çox sağ olun. Hər kəsi salamlayıram. Şəhid ailələrinin qarşısında baş əyirəm, şəhid anaları. Nə yaxşı ki varsınız. Sizin evlatlarınız əbədiyyətdədir. Deyir, insan ölüm yoxdur ümumiyyətlə. Onlar haqq dünyasındadır, onlar cənnətdədirlər. Allah bizi o balalara qovuşturmaq nəsib etsin inşallah. Və Azərbaycanda o qədər igid, cəngavər, qazilərimiz var, yaralılarımız var. Hətta canlı əfsanələrimiz var, qəhrəmanlarımız var. Onlar da döyüşürlər. Amma şəhidlik zirvəsinə bizim balalarımız ucalıblar. Mən qısa bir danışacağım, vaxtınızı çox almaq istəmirəm. İlkin yenə də deyirəm, mən sizin qarşıda baş əyirəm və Səidə xanımı da təbrik edirəm kitab təqdimatına görə. Çünki bütün şəhidlərimizi yad edirlərsə, mən də bir şəhid dayısıyam. Ona görə yenə deyirəm, bütün valideynlər qarşısında mən baş əyirəm. Bir Bəxtiyar Vahabzadənin Allah adında bir şeiri var. Onu mən indi sizə təqdim edəcəm və oxumağında səbəbini izah edəcəm. Müharibə gedə-gedə artıq biz qələbə çalmışdıq və məni tanıyanlar bilir, mən nə işlə məşğulam. Və orada bir son cümlədə belə bir kəlmə var idi. O cümləni biz Bəkirli Azadın abidəsində qeyd ediləndə o mənə çox toxundu. Allah bütün şəhidlərin, bütün Azərbaycan şəhidlərimizin ruhunu şad eləsin ki, indi bütün Azərbaycan şəhidlərini yad edirəm. Deyirdi insan, təpədən dırnağa sən arzu diləksən, nəfsində duyumsuz fəqət eşqində mələksən. Zülmün üzünə haqq deyilən şilləni çəksən, şilləndə möhürlənmiş o qeyrətdədir Allah. 30 illik zülmün üzünə bizim igidlərimiz, cəngavərlərimiz, cəngavər deyəndə hamısına aiddir. Onlar zülmün üzünə, 30 illik zülmün üzünə haqq şilləsi, Allah şilləsi var. Mən yenə də baş əyirəm sizin qarşınızda. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Və Allah şükür. İdrakta yol açmış geceden gündüze Allah. Güldürmesen öz kömrünü gülmez yüz Allah. İdrakta yol açmış geceden gündüze Allah. Güldürmesen öz kömrünü gülmez yüz Allah. Dünyaya şefekler kimi Tanrım sepelenmiş. Kalbin gözü yanmasa görünmez göze Allah. Bildik gizlidir insandaki
bizdedir Allah. En yüksek olan hakta hakikattedir Allah. Doğdun sana kamil ve güzellik kabağında. Dərk etdi təəccübdə bu heyrətdədir Allah. Gizlidirlər zərrədə vəhdət, bir zərrə ikən külək, qovuşma qulu niyyət. Gördüklərimiz zahiridir, bəndə nüfuz et. Bətindəki cəvhərdəki fitnətdədir Allah, fitnətdədir Allah.